duyan, çox belə fəxrlə sizə demək istəyirəm ki, bu kataloq nəticəsində düz 18 nəfər direktorumuz rütbələrini təsdiqləyib, mükafatlarını qazanıblar və bununla bizim direktorlar komandamızı daha da gücləndiriblər. Bizim düz 8 nəfər baş direktorumuz olub. Buradan hər birini ürəkdən salamlayıram və təbii ki, adlarını xüsusi vurğulayıb sədalayacağım və bilirəm ki, hər biriniz də onlar üçün sevinəcəksiniz və mən böyük qürur hissi ilə, böyük fəxr hissi ilə bütün Faberlik dünyasını, eləcə də Faberlik Azərbaycan şirkətini ilk dəfə olaraq bu rütbəyə qalmış və bu rütbəni təsdiqləmiş liderləri ilə təbrik etmək istəyirəm. Bəli, bizim bu kataloq baş milli direktorlarımız vardı. Və bu da çox qürur vericidir. O qədər xoşbəxtəm, o qədər xoşbəxtəm. Bəlkə də 11 il bundan əvvəl bu şirkətə gələndə mənə desəydilər ki, 10 il keçəcək baş milli direktorlarımızı təbrik edəcəksiniz. Bəlkə də baş milliyə inanmazdım. Doğrudan mən sizə deyirəm. Amma getdikcə o millilərimizi, elitlərimizi, brilyantlarımızı, tüm bizim liderlərimizi, rütbələrimizi gördüyüm halda bildim ki, Faberlik Azərbaycan şirkəti hələ daha nələrə qadirdir, nələrə. Mən sizlərə inanıram və sizi çox gözlətmirəm. Keçid alıram yeni direktorların təqdimatına. Xanımlar və cənablar, Faberlik Azərbaycan şirkətinin 7-ci kataloqun nəticəsinə görə yeni direktorlarını böyük qürur hissi ilə sizlərə təqdim etmək istəyirəm. Qarşılayın Məmmədova Xadicə, Quliyevlar, Nazifə və Rövşən, Məmmədovlar, Səbinə və Hafiz, Əliyeva Aytac, Nəzirova Möminə, Cəfərova Nərgin, Əliyeva Aytac bizim komandamızda xeyirli uğurlu olsun qızım. Hər birini ürəkdən təbrik edirəm. Siz bunu etdiniz, rütbənizi açıb və təsdiqlədiniz və inşallah ümid edirəm ki, mükafatınızı da artıq qazanmışsınız, artıq əldə etmişsiniz, qazanmağını qazanmışsınız, əldə etmişsiniz və bu Qurban bayramında ürəklə o pulları xərcləmişsiniz. Hər birinizi ürəkdən təbrik edirəm və biz davam edirik. Xanımlar və cənablar, qarşılayın Faberlik Azərbaycan şirkətinin yeni direktorları 7-ci kataloqun nəticəsinə görə böyük qürur hissi ilə Əzizova Nərgiz, Mühtalayeva Fidan, Abdullayeва Aysel, Məhiyeva Aydan, Əli Poladova Mətanə, Bayramova Nuranə. Xanımlar, afərin sizlərə. Maşallah, siz bunu etdiniz. Sizinlə qürur duyuruq. Təbrik edirəm hər birinizi, ailələrinizi, qrup üzvlərinizi, hər birinizi ayrı-ayrılıqda. Bu direktor rütbəsi çox fəxr edici bir rütbədir. Marketing planın ilk pilləsidir. Açanda onu sevinirsən, pul qazananda sevinirsən və bu rütbəni təsdiq eləyəndə böyük səhnələrdə yer alıb ona da bir daha da sevinirsən və onu da qeyd eləmək istəyirəm ki, növbəti səhər yeməklərində bütün təsdiqlənmiş rütbələrimiz şirkət tərəfindən təşkil olunmuş səhər yeməyinə dəvət olunurlar. Bu son deyil, davamı gəlir, direktorlarımızın davamı gəlir. Sadəcə olaraq unutmamış onu deyim ki, şirkət tərəfindən təşkil olunmuş növbəti səhər yeməyi. Səhər yeməyində 6-cı kataloqdan başlayaraq rütbələri təbrik etmə mərasiminə dəvət edirəm. Fürsətdən istifadə edib və davam edirəm. Xanımlar və cənablar, qarşılayın Faberlik Azərbaycan şirkətinin təsdiqlənmiş yeni direktorları Səlimova Rufanə, Bəhramova Yeganə, Şahverdiyeva Xanım, Cəfərova Kifayət, Qardaşovlar, Səkinə və Hüsniyyə, Həsənova Günay və Quliyev Adəm. Hər birinizi ürəkdən təbrik edirəm. Maşallah olsun sizlərə, afərin. Bütün sizin komandamızı təbrik edirəm. Siz bunu etdiniz. Direktor çox qürur verici və fəxr edicidir. Və mən də fürsətdən istifadə edib hər birinizi növbəti səhər yeməyinə dəvət etmək istəyirəm. İnşallah ki, sizi orada o səhnədə görüb, sizləri dinləmək bizim üçün, hər birimiz üçün çox xoş olardı. Təbrik edirəm hər birinizi və biz davam edirik. Xanımlar və cənablar, qarşılayın Faberlik